Bəs sələflərin yaşadığı ölkələrində, əsasən müsəlman ölkələrdə mövqeləri nətərdir? Çünki bəzi insanlar deyir ki, sələflər dövlət üçün təhlükədir. Bu belədirmi? Ümumiyyətlə bilmək lazımdır ki, bu sözü iki insan deyə bilər. Yəni, belə ifadələr yalnız iki insandan çıxa bilər. O birinci o insandır ki, o bilmir sələfilik nədir. İkinci o insandır ki, o qərəzli yanaşır məsələyə. Qərəzlidir. Sələflərə qarşı qərəzi var. Sələflərin kitablarını oxusaq və bu 100-dən çoxdur etiqad barədə, əhl-i sünnənin, sələflərin metodikası barədə, uslub barədə yazılan kitablar yüzlərlədir. O kitablar oxunsa, görərlər ki, əhl-i sünnə vəl cəmanın əsas metodikasının, uslubunun əsaslarından biri də müsəlman hakimin ətrafında, yəni müsəlman ölkəsindəki müsəlman hakimin ətrafında olub ona qarşı çıxmamaqdır. Bu bizi başqa dəstələrdən ayırıb. Bu bizi başqa firqələrdən ayırıb. Biz hakimə qarşı çıxmırıq. Ona qarşı deyilik. Biz nəyə qarşıyıq? Şirkə qarşıyıq. Allahdan qeyrisinə qurban kəsilir. Allah insanı yaratdığı halda insan gedir Allahdan qeyrisinə qurban kəsir. Allah insanı yaratdığı halda insan gedir Allahdan qeyrisinə nəzir deyir. Allah insanı yaratdığı halda, məndən istə dediyi halda insan gedib daşdan, ağacdan, ölüdən, qəbirdən, pirdən istəyir. Bəli, biz bunların əleyhinəyik. Amma başçının əleyhinə olmaq, dövlətin əleyhinə olmaq, aydındır, cəmaət üçün təhlükə olmaq, bu sələfiliyin sifətindən deyil, bu sələfilikdən deyil. Və burada bir qeyd eləmək istəyirəm. Bəzi insanlar çıxırlar, danışırlar ki, biz vahabiliyin əleyhinəyik, vahabiliyə ziddik. Və görürsən ki, İmam Buxarini vururlar. İmam Buxarinin səhih əsərinə şübhə gətirirlər. Bu insanlar ziddiyyatdadırlar. Əgər vahabilikdən danışırsınızsa, İmam Buxarinin buna nə aidiyyəti var? İmam Buxari ki, vahabi olmayıb. Deməli, sizin düşmançılığınız sünnə əhli iləndir. Əhl-i sünnə iləndir. Ona görə də ad sadəcə olaraq insanların nifrətini qazanmaq üçün vahabilik qoyulur. Ardında isə Abu Hanifə gedir, Əhməd gedir, İmam Malik gedir, İmam Şafi gedir, İmam Buxari gedir. Bunlar qəsd olunur. Aydındır, əgər vahabilikdən danışırsansa, o zaman İmam Buxarinin və İmam Müslimin 12 əsr bundan qabaq yaşamışın nə aidiyyatı var, əgər sən vahabiliyi 4 əsr bundan qabağa aid edirsənsə. Və bu təlbisdir. Allah Teala bunları görür və bilir. Və o şəxslər ki, Muhammed ibn Abdülvahhabın, ümumiyyətlə alimlərin sözlərindən narazıdırlarsa, gətirsinlər onların sözlərini ki, onlar kitab və sünnəyə və 4 məzhəb alimlərinə zidd olub. Göstərsinlər ki, məsələn, burada 4 məzhəb alim belə deyib, məsələn, filan alim belə deyib. Burada 4 məzhəb alim belə deyib, filan alim belə deyib. O zaman baxarıq. Yoxsa iddia vahabilik, amma ittiham olunan və ya kitabı məzəmmət olunan İmam Buxari. Yəni, arada 8 əsr var. Heç uyğun gəlmir. Allah hidayət versin. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkətuhu. Aleykümselam.